kino ittifaqlara mütləq şəkildə Rasim Balayev kimi, Yaşlılar İttifaqında anar kimi nüfuzlu, avtoritetli insanların olması vacibdir. Önəmli məsələ odur ki, həmin nüfuzlu adamlar orada şərait yaratsınlar ki, gənclər işləsin. Bugün ittifaqda bu var. Doğrudan var. Yazıçılar Birliyində var. Onu deyə bilmərəm, çünki mən Yazıçılar Birliyinə əlaqəm yoxdur, amma çox tənqidlər olunur. Yəqin ki, orada daha ciddi problemlər var. Sevda xanım, bu yaxınlarda Anar müəllim kövrək bir şəkildə Fəxri Xiyabana getmişdi, dostlarını ziyarət etmişdi. Bəlkə də o videonu siz də gördünüz. Yox, görməmişəm. Video paylaşmışlar. Anar müəllim çox yaxınlarını, əzizlərini itirdiklərini gedib dostlarını orada yad elədi və çox kövrəlmişdi. Amma aşağıda kommentlərdə, şərhlərdə o qədər tənqidi fikirlər yazmışlar ki, bu özü niyə köçmür bu dünyadan artıq, bu özü niyə bu yaşında Yazıçılar Birliyinin sədridir. Mən də oradan çox məyus oldum. Azərbaycan ədəbiyyatında yeni nəsil dalğası gələndə mən nəzərdə tuturam Seymur Baycana, Ələkbəri, Akşinisi. Seymur Baycan, siz dediyiniz ritorikada Anar müəllimə münasibətdə bir nəsə yazısında bir şey yazmışdı. Gənc şairlərdən biri, onlardan sonra gələn gənc nəsil şairlərdən biri şoka düşmüşdü ki, bunu necə yazmaq olar falan. Müəyyən situasiyalar var ki, mən düşünürəm ki, orada əgər sən bunu əsaslandırırsansa və o emosional əsaslanma da var ki, mən buna normal yanaşıram. Amma müəyyən şeylər var ki, yəni orada həddini aşmaq olmaz, qırmızı xətlər var.